Salam aleykum, hər vaxtınız xeyir olsun. Möhtəşəm mənzil görmək istəyənlər bu videonu izləsin. 3 otaq 176 kvadrat. Mənzil 4 otaqdan 3 otağa düzəlib, çox ideal, möhtəşəm təmir olunmuş bir mənzildir və bura mənzilin qonaq otağıdır. Kvadrat formasında 45 kvadrata yaxın sahəsi var. Şəxsi yaşayış üçün təmir olunubdur. 4 otaqdan 3 otaq olunub. Hər otaqda əsas yataq otağında hamam otağı var. Ümumilikdə bütün balkonlar hamısı bağlanıb. Bir şey nəzərinizə çatdırım ki, buradakı əşyaları sahibi götürür. Mənəvi dəyər olduğuna görə bu əşyalar götürüləcək. Gəlin sizə mənzilin panoramasını göstərim. Yerdən yığılmış ən bahalı plastik pəncərələr, qarşısı tam açıq. Ərazini gördünüz, yəqin ki bilirsiniz. Burada avtovağzal metrosudur və 5 dəqiqəlik də 20 yanvar metrosuna məsafə var. Mənzil yerləşir 18 mərtəbəli yeni tikili binanın 3-cü mərtəbəsində. Yaşayışın ikisidir, altında yaşayış var və geniş həyəti, yeraltı qarajı olan Mayin yaşayış kompleksində. Çox təcili satılır. Demək olar, indiki qiymətlərlə təmirsiz qiymətindən aşağı satılır. Bura koridor hissədir. Koridor hissə istipoldur. Mənzilin ümumi hamam otağıdır, çamaşır otaqlarıdır. Hamısı istipolla yığılıb. Bura mənzilin əsas giriş hissəsidir. Gördüyünüz kimi elektriklər ən axırıncı sistemdir. Birbaşa özü toka nəzarət edir. Burada qardirob hissəsi. Gəlin çamaşır otağını görsədim. Çamaşır otağı istipol, paltar yuyan, şkaflar quraşdırılıb, damofonuna kimi var. Keçək ümumi hamam otağına baxaq. Hamam otağı da istipoldur. Gəlin digər otaqlara baxaq. Mənzilin proyekti çox idealdır. Otaqlar hamısı geniş və rahat. Bura mənzilimizin mətbəxi, mətbəxin qarşısında eyvanı, mətbəx mebeli də ən keyfiyyətlisindən yığılıb. Mətbəxdə nə görsəz elektronika hamısı qalacaq. Ümumi otaqların hamısında kondisioner var, onlar da qalacaq. Götürüləsi şeyləri mən bir-bir sizə deyəcəm ki, biləsiniz. Gəlin buradan keçək sizə mətbəxin balkonunu göstərim. Mətbəxin balkonunda ikinci bir mətbəx yaradılıb. Burada qoxulu yeməklərinizi burada pişirə bilərsiniz. Bu pəncərələr də baxır binanın həyətinə. Kombi sistemi var, qazı su işığı daimidir. Kollektor sistemi yığılıb. Mənzilin sənəti hal-hazırda müqavilədir, ipotekaya yararlı deyil. Bura uşaq otağıdır. Uşaq otağında da kondisioner var, qarşısı açıqdır. Buradakı mebellər də deyilən qiymətə daxildir. Otaqların da hamısında ən bahalı parketdən vurulub. Qapılar hamısı hündür, keyfiyyətli, içi dolu qapılardır. Və gəlin sizə ən gözəl yataq otağını görsədim. Bu yataq otağı 2 otağın birləşməsidir. 4 otağı 3 otaq bax burada olub. Gördüyünüz kimi yataq otağının daxilinə girən kimi burada qardirob hissəsidir. Bura növbəti bir yataq otağını ev sahibi boşaldıb. Bax, buranı qardirob eləyib və buradan da hamam otağı eləyib. Bu yaşayış kompleksində bu proyekt heç kimdə demək olar belə təmirlisi yoxdur. Daha sonra bu yataq otağının qarşısında da belə qapalı gözəl balkonu var. Dəyərli izləyicilər, mənzilin qiyməti 350 min manat deyilir. Real müştəri olsa razılaşmaq olar. Sağ olun, var olun.